Növbəti məsələ şək gününün orucu. Şək gününün orucu. Yəni şək günü dedikdə burada nə nəzərdə tutulur qardaşlar? Şabanın 30-cu günü, yəni 29-cu günü, 30-cu günü. Yəni insan əgər Ramazan ayını görməsə, o şəkdədir. Hələ də Ramazan girib yoxsa yox. Və bunu aradan qaldırmaq üçün, yəni hilalı görməyib Ramazan hilalını, bir nəfər deyir ki, mən deyir Ramazan hilalını görməmişəm. Qoy mən ehtiyat üçün bu gündən oruç tutum. Ola bilsin ki, Ramazan girsin ya girməsin. Ehtiyat eləyir, şək orucu tutur. Və bu da alimlər buyurur ki, haramdır qardaşlar. İcazəli deyil. Necə ki, İmam Nəvavi özünün məcmusunda və İmam Məlik və Şafi'i və Əhməd və İbn Hüseymin rahimehullah və dəlil olaraq Allah Subhanahu və Taala Bəqərə surəsinin 185-ci ayəsində buyurur ki, Əuzubillahimineşşeytanirracim, "Fəmən şəhidə minkumu-şəhra felyasumhu." Kim o aya şahidlik edərsə oruç tutsun. Yəni buradan nə çıxır qardaşlar? Kim o aya şahidlik etməsə oruç tutmur. Yəqinlik gərəkdirir. Kim şahidlik etsə, yəni burada nə ortaya çıxır? Yəqinən o aya şahid olsan, o zaman sənin üzərinə oruç tutmaq vacibdir. Yox sən şəkdəsənsə, şəkdə olaraq oruç tutmaq batildir yəni. Haramdır. Və Buxari Müslimin rivayet etdiyi hədisdə Əbu Hüreyrə radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurdu: "La taqaddamu Ramazana bi savmi yawmin və la yawmayn illa raculun kana yasumu felyasumhu." Buyurur ki, Nəbi sallallahu aleyhi ve sellem Ramazanı bir gün veya 2 gün əvvəldən orucla qarşılamayın, qabaqlamayın. Ancaq o kəsdən başqa ki, onun vəziyyəti, yəni necədir? Adəti üzrə oruç tutan idi hər ayda. Yəni o kəs istisna olmaqla şəkkə düşüb, ehtiyatən Ramazanı 1-2 gün qabaqlamayın. Yəni bunu etmək də alimlər nə demişdi? Haramdır hökmü. İcazəli deyil. Bəli.